Uşaqlarımız məktəbə çətinliklə gedir. Avtomobillərimiz qırılır. Çox hər gün demək olar ki, ustadayıq. Gündə bu yolları gedib gəlirik. Çox çətindir, bərbad vəziyyətdədir. Hələ indi biraz hava qurarlıqdır, bir balaca rahatdır. Palçıqda, qarda, ümumiyyətlə bu kəndə gediş-gəliş çox bərbad vəziyyətdədir. Bu yoldan Lərikin 6 kəndinin sakinləri gündəlik istifadə edirlər. Sonuncu dəfə 1986-cı ildə əsaslı təmir olunan yol hər il payız-qış mövsümündən sonra daha yararsız hala düşür. Lərik rayonunun 6 kəndini birləşdirən həmin yoldayıq. Sakinlər problemlərlə qarşılaşırlar. Burada Peştətük, Sifiyəqərən, Vizəzəmin, Kınçıvo, Kornət və Cənginavut kəndləri var. 40 ildir ki, bu yollar əsaslı təmir olunmuyub. Yay aylarında toz, qış aylarında isə belə deyək, çıxılmaz vəziyyətdə qalırlar. Yol problemi uzun müddətli bir yol problemi var. Palçıq olanda, yağış yağanda maşın bu mümkün deyil. Görürsünüz, maşınlar buradan o yana keçə bilmir. Qış aylarında, payız aylarında o qədər yollar bərbad vəziyyətə düşür ki, burada gediş-gəliş çətinləşir. Məktəbli məktəbə gələ bilmir, məktəbə aşağıdadır. Bu yol məsələsində, yəni bu yolu asfaltlaşsa bizim rahatlığımız daha yaxşı olar. Sakinlərin fikrincə yol təmir olunarsa, cənub bölgəsinə gələn turistlər bu kəndlərə də ayaq açar. Turizm potensialına, kifayət qədər turizm potensialına malik olan bir rayondur. Bu kəndlər də əsasən turizmin kompakt inkişaf elədiyi yerdədir. Bu yollar bərbad olduğu üçün gələn turistlər heç bir formada burada şəraitə uyğunlaşa bilmirlər. Aidiyyatı qurumdan verilən cavabda isə bildirildi ki, Hazırda Lərikdə Hamarmeşə Bibiyana avtomobil yolunun təmir işləri həyata keçirilir. Növbəti illərdə isə sözgedən yolunda, yəni Vizəzəmin kəndinə daxil olan 6 kəndin avtomobil yolunun da dövlət proqramına daxil edilərək yenidən qurulması nəzərdə tutulur. Nuranə Tələt.